Hər tərəfdən 2 ədəd olmaqla bu hissələrə indi implantlarımızı yerləşdirəcəyik. Saat 15:44. 7 ədəd implant qoymağı planlaşdırmışıq pasiyentə. Ağza da bir baxaq. Hər tərəfdən 2 ədəd olmaqla bu hissələrə indi implantlarımızı yerləşdirəcəyik. Başlayaq, bir işləyib baxaq. Bu hissələrdə implantımızı yerləşdirmək üçün kəsik. Diş çəkilmiş nahiyələr vardır burada. İmplantları buraya yerləşdirdik. İkisi də paralel qaydada rahat yerləşdirildi. Paralel qaydada yerləşdiririk bunu. Yuxarı çənə tikdik, bitirdik. İndi aşağıya keçəcəyik. Saatlar 31 dəqiqədir. 32 dəqiqə. Biz artıq yuxarı implantlarımızı 4'ünü də qoyub çıxdıq. Biraz burada vaxt aparan sümüyün plastikası oldu ki, təkrardan sümüyün plastikasına toxunduq. Yəni necə? Ətraf hissələrdən sümük götürüb həmin o diş çəkilmiş nahiyələrə qoyduq. Oralar bağlı görünsə də təzə diş çəkilmiş nahiyələr idi. Bir aydır təxminən. O çökəklər yenə qalıb ki, oraları doldurmalı olduq. Və ayrı-ayrı hissələr olanda implantlar daha çox vaxt getmiş olur. Amma yenə də çox vaxt sayılmaz elə bilirəm. Bu təbii ki, bura bir yarış deyil. Burada işimizi layiqincə eləməliyik.